Salam dəyərli izləyicilər, İnkişafdasan verilişindəyik. Bugün həm fərdi, həm də peşəkar həyatda getdikcə daha çox önəm qazanan iki elementdən danışacağıq. Bədən dili və marketinqdən. Bir tərəfdən duruşumuz, baxışımız, hərəkətlərimiz, yəni bədən dilimiz nəyi dediyimizi deyil, necə dediyimizi müəyyənləşdirir. Bir tərəfdən isə marketinq. Məhsulumuzu ictimaiyyətə necə çatdırırıq, onun haqqında necə fikir formalaşdırırıq, onu müəyyənləşdirir. Və ən əsas məsələ isə odur ki, son zamanlar bu iki element bir-birindən ayrılmaz hala gəlir. Yəni bədən dilinin marketinqdə rolu nədir? Rəhbərlər, komanda üzvləri, ümumiyyətlə tədbirlərdə özlərini necə təqdim etməlidirlər, məhsulunu necə təqdim etməlidirlər? Yəni bədən dili görünməz bir güc olaraq, amma təsirli bir güc olaraq nəyə yayır? Bu sualları bugün studiyamızda qonaqlarımızla birgə müzakirə edəcəyik. Qonaqlarımız biznes strategiyası və liderlik qlobal bədən dili eksperti Anar Heydərov və Paşa Mols marketinq rəhbəri Şərifə Həsənovadır. Xoş gəlmisiniz. Bədən dili emosional bağdır deyilir. Ümumiyyətlə, nədir bədən dili? Və bütün davranışlarımız, jestimiz, baxışlarımız, bunlar kənara hansı mesajlar ötürür və bunlar şuurludur ən əsası. Biz onu bilərəkmi edirik, yoxsa idarə edə bilərik? Yəni, necə? Əla. Çox sağ olun suala görə. Bu sualı ən son dövrlərdə ən çox eşitdiyim suallardan biridir. Bədən dili belədir ki, bu insanın şuur altında baş verir. İnsan bunu bir çox zaman şuursuz edir və demək olar ki, özünü ifadə edir. Hətta məruzəçi olaraq çıxış edəcəyim Milli Marketinq Forumunda belə bir şüar qeyd etdim ki, bədən dili sənin vizit kartında ya səni danışdırır, ya da ki, səni susturur, sənin haqqında heç bir ifadə vermir. Ona görə şuursuz baş verir, yəni sənin səsin, əl hərəkətlərin, proksemikanın, yəni qarşında duran insanla məsafən, hətta səs tembrin belə, pauzaların belə sənin haqqında çox bir məlumatlar verir. Yəni bədən dili hazırki dövrdə böyük bir yaxşı mənada səsə səbəb olub və insanlar artıq bu mövzu ilə maraqlanmağa başlayıblar. Bu məni kifayət qədər motivasiya edir. Çünki insanlar soft skills-lərə, yəni yumşaq dəyərlərə qiymət verməyə başlayırlar və insanlar bunun nə dərəcədə önəmli bir faktor olduğunu anlayırlar və ciddi olaraq bu mövzu ilə maraqlanırlar. Yəni şuursuz olaraq baş verir, amma maraqlı tərəfi odur ki, insan bu qabiliyyətləri öyrəndikdə, bu bacarıqlara yiyələndikdə onu şuurlu şəkildə bir müddətdən sonra rahat-rahat idarə edə bilir. Şərifə xanım, sizcə ümumiyyətlə bu kontekstdə brend davranışı nə deməkdir? İnsan amili burada nə qədər rol oynayır? Böyük rol oynayır həqiqətən də. Çünki brend nədir? Brend özü bir vizualizasiyadır. Amma brendin insanları sevməyi üçün onların arasında bir əlaqə var və bu əlaqəni sırf insanlar yaradır. Məsələn, mağazaya girirsiniz, hansısa bir brendi alırsınız, o brendin vizualizasiyası sizdə bir hiss yaradır. Amma insanlar, hansılar ki, onları satırlar, onları sizə təqdim edirlər və s. onların davranışı, onların özlərinin brendə olan münasibəti və s. həqiqətən də sizi brendlə birbaşa bağlayır və o emosional bağ yaranır. Anar müəllim, sizə verəcəyim sual biraz məncə rəhbərlər üçün maraqlı olacaq. Bədən dilini biz dedik ki, fərdi həyatda da, peşəkar həyatda da çox böyük rol oynayır. Amma nəzərə alsaq ki, günümüzün çox hissəsi işdə keçir. Biz bədən dilimizlə, komanda ilə necə bağ qura bilərik? Sizcə? Hazırda mənim bu sahə ilə bağlı hətta bir təlimlərim də demək olar ki, mövcuddur. Top menecerlər üçün bədən dili mövzusu. Çünki nə qədər çox biz top menecerlər görürük ki, titul olaraq CEO-dur, general managerdir və yaxud head of hansısa bir departmentdir. Amma nəticə etibarilə bədən dili ondan çox ayrı yaşayır. Daha çox həcmsiz, tamamlanmamış pozalarda oturmalar, əl hərəkətlərində kiçilmələr, ümumiyyətlə danışığında belə deyək, tələsikliklər və səs tembrində demək olar ki, çox belə qıcıq ab-ı havası verən tembrlardan istifadə etməsi. Amma çox üzr istəyirəm, onda səs tembri də bədən dilinə aid olunur. Əlbəttə, o tənzimlənə bilən bir belə deyək, bir məqamıdır. Top menecerlərin demək olar ki, bədən dillərinin digər sıravi insanlardan belə deyək, daha vacibliyini göstərir ki, onların komandaları var. Və onların bir görevlərindən biri odur ki, onlar psixoloji rahat mühit tənzimləməlidirlər. Yəni onlar da danışdıqda, onlardan aldığınız təlimatlar belə insanlarda xoş belə deyək də, xoş ab-hava formalaşdırmalıdır. Yəni belə bir necə deyim, qıcıq yaradan instruksiyalar verdikdə onlardan bir qıcıq elementləri almalı deyirlər və həmçinin bir rəhbər duruşu
duruşu, bir rəhbər gestikulyasiyası, bir rəhbər çıxışları, demək olar ki, bunlar çox vacib faktorlardır. Yəni sizin böyük bilgiləriniz ola bilər, böyük savadınız ola bilər, kifayət qədər böyük adlı sanlı universitetlər bitirə bilərsiniz, amma nəticə etibarilə həcmsiz formada əməkdaşlarınızın qabağında durarsınızsa, gestikulyasiyalarınız demək olar ki, konflikt havası verərsə, belə deyək də, həcmsizlikdən başqa natamamlanmış bir pozalarda oturmalarınız sizin haqqınızda çox ifadələri danışa bilər. Ona görə son dövrlərdə top menecerlərin bununla bağlı belə deyək də kifayət qədər bir marağı var, müraciətlər son dövrlər çoxalıb. Bu məni kifayət qədər sevindirir. Çünki mən bu sahə ilə bağlı həm Moskvada, həm Amerikada demək olar ki, təhsil almışam. Moskvada kinetik intellekt üzrə təhsil almışam və həmin məktəbin Azərbaycanda səfiriyəm və Amerikada John Navarro Akademiyasını, Body Language Akademiyasını bitirmişəm. Bu sahələrin nə dərəcədə titiz, nə dərəcədə bizim həyatımızı dəyişən və maraqlısı budur ki, yəni insanlar həqiqətən dəyişir. Yəni bir transformasiya görürük. Yəni biz görürük ki, bir insanın bədən dili rəndələnirsə, tənzimlənirsə, insan daha fərqli olmağa başlayır və bu fərqlilikdə nəyi biz müşahidə edirik ki, insanın forması dəyişəndə hətta məzmuna belə xitab etməyə başlayır. İnsanın məzmunu da dəyişir. İnsan sən daha dik, daha şax qamətli oturarsansa, hərəkətlərində bir sambal, bir ekspertlik ruhiyyəti varsa, sənin artıq məzmunun da buna dəyişməyə meylliliyi əmələ gəlir. Çünki insan belə bir maye olduğuna görə insan demək olar ki, dəyişməyə meyilli bir varlığıq. Ona görə hamıya tövsiyə edirəm ki, bədən dilinə məşğul olsunlar, özlərini tanısınlar. Çünki bir çox liderlər buradadır, bədən dilləri ayrı bir yaşayırlar. Ona görə əksi qeyd etdiyiniz kimi, əgər əksi varsa, yəni mənfi bədən dili varsa, bunun fəsadı nə ola bilər? Fəsadı insanların beynində çox mənfi təəssürat buraxacaqsınız. Çünki baxın, mən bu günləri bir Harvard, bir Stanford bitirə bilərəm, amma bədən dilimlə çox konflikt ruhlu, çox belə qıcıq yaradan bir ruhiyyə verə bilərəm. Amma mən belə bir şansım yoxdur da düşüm şəhərin canına deyim ki, bilirsiniz necədir Elvira xanım, valla mən Harvard qurtarmışam, Stanford bitirmişəm, valla mən belə yaxşı insanlar, mən beləyəm, rəhbərəm falan. Belə bir dünya yoxdur da, düzdürmü? Yəni səni biz insanlar ümumiyyətlə 3 saniyədən 7 saniyəyə qədər insanı dəyərləndirir. Yəni görür və göz fotosu əmələ gəlir və baxırsan ki, bu adamla mən dost olum, olmayım. Bu adamın arxasıca gedim, getməyim. Bu adamla ailə qurum, qurmayım. Yəni bir çox faktorlar vardır. Yəni hətta ailə qurduqda belə biz insanı tanımırıq ki, yəni ilk o fluid deyirlər də, ilk fluidi insandan nə alırsansa odur. Yəni ondan sonra sən tanıyarsan, edərsən, ilk enerji toqquşması deyilən bir mövzu var. Toqquşmada sən pozitiv ruhiyyə verdinsə, sənin müqaviləni, yaxşı mənada, müqaviləni qazanmaq şansın daha çox olur. Nəinki sən böyük universitetlər bitirmişsən, amma oturduqda belə qaba bir ab-havada və ya qıcıq verən bir ruhiyyədə oturursansa, sözsüz səninlə təmas o qədər də insanlara xoş gəlməyəcək. Yəqin ki, o bədən dilini düzgün formalaşdırmaq üçün güman ki, insan özünü də tanımalıdır da, bilməlidir. Təlimçilər də son vaxt fotolar çəkilir və nədənsə hamı o fotolar çəkiləndə belə bir duruş durur. Yəni bu duruş nə deməkdir? Bu duruş liderlik, yoxsa menecerlik, nə mesaj ötürür ictimaiyyətə? Əvvəlcə sualı sizə verim. Sizcə o duruş nə duruşdur? Yəni qolların çarpazlanması. Yəqin ki, mən bilirəm, mən professionalam deməkdir deyə fikirləşirəm, amma çox standart hal alıb əslində. Mən eşitmişdim ki, o duruş haqqında deyirlər ki, sanki özünü qoruyursan, kimdənsə qorunursan mesajı verir. Amma baxıram ki, yox, təlimçinin paylaşırsan, təlimçi də o cür şəkil çəkdirir və biz artıq istəyirik ki, o cür olmasın foto. Amma necə eləyək? Mən məsələn şəkil çəkdirəndə bilmirəm əlimi necə qoyum. Necə edim ki, bu daha yaxşı alınsın. Amma o nə mesajı ötürür, mən onu anlaya bilmirəm. Mənim çəkilişlərin birində mənə bir sual vermişlər ki, bəs əlləri bağlamaq, çarpazlamaq bağlı pozadır da. Yəni bu bağlanmaqdır, bloklamaqdır, insanları özündən kənarlaşdırmaqdır. Yəni burdan da izləyicilərə demiş olaraq, yəni dostlar, bu belə bir deyil, belə bir dünya yoxdur. Qolların çarpazlanması, ayağın üstünə qoymaq, əlləri belə tutmaq, ümumiyyətlə bunlar heç bir insanı bloklamaq, itmək mənasında deyil. Bu sadəcə olaraq rahatlanma posture deyirlər, posture-də. İnsan sadəcə özünə bir qucaq verib dayana bilər. Bunun
insanların bəzilərinin beynində kübar professional, yəni professionallıq bir görüntüsü ola bilər. Sadəcə olaraq insan özünü necə rahat hissə ilə şəkil çəkdirə bilər, amma tövsiyə olunan odur ki, ümumiyyətlə simmetri yox, həmişə şəkillərdə bir asimetri olması lazımdır. Asimetri olduqda məsəl üçün siz Rafaelin David məsəl əsərinə baxdı, görürsünüz orada bir asimetriya var da. Asimetri olduqda insan daha gözəl görsənir. Amma bundan da başqa insanın üz mimikaları var, mikro ifadələri var. Ondan başqa sənin qamətin dayanması var. Amma sizi inandırım ki, şəkil ikinci, üçüncü mərhələdir. Yəni ən vacib olan mərhələ sizin otağa, zala, kabinetə daxil olduqda ilk sizin haqqınızda belə deyək də qəbul olunan emosiyadır. Ya o qəbul olur, ya olmur. Yəni sadəcə sənin tituluna görə sənə hörmət edə bilərlər, titulunu sevirlər, deyirlər ki, bu adam top menecerdən burada. Nəyək? Yəni bu ilə müdürdür. Yəni bu ilə bir şey eləyə bilməliyik, amma nəticə etibarilə biz nəyə çalışmalıyıq? Həm müdürəm, həm top pozisiyada çalışıram, həmçinin bədən dilində ona uyğun formada tənzimlər. Çünki dünyanın bir çox ölkələrində, yəni mən demək olar ki, dünyanın çox ölkəsində olmuşam və bilirəm ki, və görmüşəm ki, həmçinin insanlar buna çox böyük önəm verir, insanlar bunun arxasıca düşür, insanlar buna investisiya yatırır. Çünki soft skills bu dəqiqə, öncə də sizlə pərdə arxasında danışanda da, yəni soft skills-a holdinglər, şirkətlər nə qədər böyük bir önəm verməsi, bu məni bir ekspert olaraq sevindirir. Çünki insanlar artıq self-management-da demək olar ki, anlayır self-management nə deməkdir və buna çox böyük önəm verir. Mən də çalışıram ki, bir biznes konsultant və qlobal bədən dili ekspert olaraq bu mövzuda həm top menecerlarımıza, həm belə deyək, sahibkarlarımıza, həm də sıravi insanlara öz dəstəyimi vermiş olum. Maraqlıdır. Həm də biz danışdıq rəhbərlərin bədən dilindən, həm də əməkdaşlar üçün də bu çox vacibdir, xüsusən də marketinqdə vacibdir. Çünki müştəri ilə ünsiyyətdə olan ən çox satış menecerləri olur və yaxud brend menecerləri olur. Siz bir marketinq rəhbəri olaraq bu götürək Milli Marketinq Forumunda yəqin əməkdaşlarınız olacaq, hər hansı bir brend tanıtımı aparacaqlar. Orada bir networking platformasıdır. Bu tip tədbirlərdə əməkdaşların ünsiyyəti zamanı onlara hansı göstərişləri verirsiniz ki, müştəri ilə ünsiyyətdə olanda bunlara diqqət edin? Məsələn, misallar gətirə bilərsiniz bundan? Bəli, Anar mənim çox yaxşı bir məqama toxundu ki, bədən dili bizim brendə olan münasibətimizi göstərir. Həqiqətən də elədir. Çünki məsələn mən öz sahəmizdən bir nümunə gətirəcəm. Biz ticarət mərkəzlərində insanları ilk qarşılayan əməkdaşlarımıza daima təlimlər veririk. Hətta mən deyərdim ki, biz bu sahədə biraz qlobal təcrübəyə əsaslanırıq. Niyə? Çünki qlobalda adətən ticarət mərkəzlərində bir qonaqpərvərlik yeri kimi baxırlar və onlara hospitality deyirik, qonaqpərvərlik təlimləri keçirlər. Necə qonağı qarşılamalısınız, ilk görüşdə necə gülümsəməlisiniz və s. Hətta ticarət mərkəzlərinə də daxil olsanız, görərsiniz ki, təhlükəsizlik əməkdaşları necə gülümsüyürlər. Onlar sizə sərt, ciddi görünüş yox, tam əksinə gülümsüyürlər, sizi qonaqpərvərliklə qarşılayırlar və bu bizim bilərəkdən elədiyimiz bir şeydir. Çünki biz molların isti ab-hava olduğunu, ticarət mərkəzləri isti bir ab-hava olduğunu, insanların burada kifayət qədər vaxt keçirə biləcəyini, təkcə alış-veriş yox, həm də əylənə biləcəyi, vaxt keçirə biləcəyi, dostları ilə yığışa biləcəyi bir yer olduğunu göstərməyə çalışırıq. Bu məqsədlə biz fərqli-fərqli göstərişlər veririk. Brendin hər bir, məsələn, ticarət mərkəzinin necə dostcasına bir brend olduğunu, məsələn, biz kommunikasiyalarımızda əksəriyyət mollar üçün siz sözündən istifadə eləmirik, sən sözündən istifadə edirik və brendi doğmalaşdırmağa çalışırıq. Bu kommunikasiya tərəfimiz. Amma əməkdaşlarımıza isə daima o fikri yönəldirik ki, qonaqlarımıza daim kömək eləmək lazımdır. Hər daim onları görəndə biz salamlaşırıq. Bəzən elə olur ki, biz icarədarlar və ticarət mərkəzi əməkdaşları düşünün ki, molda kifayət qədər çoxdurlar. Bir-birlərini tanısalar belə, tanımasalar belə biz daim bir-birimizlə salamlaşırıq və çalışırıq ki, insanlar bir-birlərinə öz adları ilə müraciət etsinlər. Bunun üçün bizim müəyyən standartlarımız var və işçilərimizin özlərinin adları var. Biz daima adları taxırıq uniformaların üzərinə və bununla da o doğmalığı, o istiliyi yaratmağa çalışırıq və uzun müddətli perspektivdə nə düşünürük? Düşünürük ki, bu yaratdığımız, daxildə yaratdığımız mühit daha da böyüyür və qonaqlarımıza qarşı, gələn insanlara qarşı da o enerjini biz ötürürük və onu yaratmağa çalışırıq. O cəhət
cəhətdən bəli, biz daxildə əməkdaşlarımızı xüsusi yönləndiririk. Hər bir brendə uyğun, brendin insanlara təsirinə uyğun o cür əməkdaşlarımızı təlimləndiririk və bunun nəticəsində də biz qonaqlara da həmin enerjini ötürmüş oluruq. Ümumiyyətlə ünsiyyət zamanı əməkdaşların da bir bədən dili var, komandanın da var. Biz necə edə bilərik? İstər əməkdaş olsun, ümumiyyətlə qarşımızdakı insanın təqdimatı zamanı və yaxud danışığı zamanı onun bədən dilini ona necə oxumaq olur? Bu ümumiyyətlə var bioloji insanların ana yapıdan bizim genimizə oturmuş bilgilərimiz var. Yəni başımızı belə dedikdə bilirik ki, bu yox deməkdir. Belə dedikdə deyirik, hə, bunu bizə öyrətməyiblər. Bu bizim doğuşdan bizim bildiyimiz mövzulardır. Var sonradan əldə olunan bilgilər. Sözsüz bunun üçün xüsusi təlimlərin keçirilməsi lazımdır, xüsusi bilgilərin əldə edilməsi lazımdır. Amma ümumiyyətlə insanın gözü, insanın hissiyatı həmişə həcmə daha çox meyilli olur. Ona görə əməkdaşlar, marketinq menecerlər olsun, satış menecerlər olsun, korporativ B2B satışda olsunlar, fərq etməz və yaxud ofisiantlar ola bilər, stüardessalar ola bilər, fərqi yoxdur. Yəni xidmətdə olan insanların hər zaman həcmli pozada oturmaları, davranmaları, tamamlanmış addımlar, tamamlanmış əl hərəkətləri, daha az hallarda əllərin kəsişməsini qarşısını almaq lazımdır. Yəni bu pis bir yerə gətirib çıxartmır ki, mən əllərimi bağladımsa, belə deyək də bağlı pozadan bu deyil, amma göz oxşamaq üçün, yəni gözə daha çox uyumluluq təşkil etmək üçün, gözə bir xoş hava vermək üçün daha çox həcmə, daha çox tamamlanmış posturlara və qamətə diqqət etmək lazımdır. Bu olduğu halda insanlar qəbullanır. Biz ənənəvi bədən dilinə baxsaq, ən çoxdanıncı illərdə deyirlərdi ona ki, nə bilim, iki prezident görüşəndə biri dominantdırsa, əlini sıxır, əlini üstdən aparır. Halbuki bunlar hamısı belə deyək də əsassız bir informasiyalardır. Çünki əgər bir dominant mövqe istəyirsənsə əldə etmək, sözsüz sən əldə etməsin, o sənə uyumluluq təşkil etsin, səni özünə qəbul etsin və sonra da sən onunla bir dominant mövqe irəli sürə bilərsən. Ona görə nə qədər siz uyumluluq təşkil edərsinizsə, nə qədər insanların qəlbinə yol tapmış olarsınızsa, insanları daha çox özünüzə bağlanmış olacaqsınız və orada artıq manipulyasiya, dominantlıq və s. və daxil mövzular söz müzakirəsi ola bilər. Ona görə sıravi əməkdaşlara da həm tövsiyəmiz ondan ibarətdir ki, onlar daha çox həcmə, daha çox tamamlanmış pozalara diqqət etsinlər və tələskənlik, bu bizim üçün ekspertliliyi aradan aparan ən belə deyək də gözə çarpan bir mövzudur. Pauzasız danışıqlıqlar, sanki tələsirəm, sanki danışıb qurtarmalıyam ki, məni dinləsinlər, vaxt yoxdur. Ümumiyyətlə, defisit, yəni defisit, zaman defisiti deyirlər buna əsasən rus dilində ki, sən tez-tez danışırsansa, tez-tez fikirlər bildirirsənsə, sənin zaman defisitin var. Demək ki, sən düşünürsən ki, səni dinləməyəcəklər, sənin vaxtın azdır. Vaxt kimdə az olur? Belə deyək, həyatda özünü tam mövqe tapmayan insanlardır. Ona görə çalışmaq lazımdır ki, pauzalara, səs tembrinə, həcmə diqqət etsinlər. Bu ən çox məncə idarə etmədə ilk olaraq insan resursları mütəxəssislərinə lazımdır. Çünki işə qəbul zamanı namizədinin danışığını. Bəli, mən bu yaxınlarda Azərbaycanın ən böyük banklarının birində HR belə deyək də departamentinin hardasa bir 20-30 rekruterına təlim verdim. 2 günlük bizim bir təlimimiz oldu. Həqiqətən də orada biz insanlara intervyu keçdikdə hansı məqamlara diqqət etmək lazımdır? Ön yarğını kənarlaşdırmaq. Çünki adətən belə bir şey var. Hansısa bir namizəd otağa girəndə artıq ki, yox, bu o deyil və yaxud yox, bu bizim istədiyimiz adam deyil. Yəni bir görünüşdən, bəli, tamamilə doğrudur. Amma biz əgər HR-ıqsa, biz çöldə bu adamla görüşməmişik, biz bu adamı hansısa bir kriteriya uyğun dəyərləndirəcək, bizim onunla söhbət edib və ilkin yaranmış fikrimizin ya əsasını tapmalıyıq və yaxud tərsini tapmalıyıq. Misal üçün, sizə bir case danışım HR-la bağlı. Həmin bankda təlimdə birinci gün bitəndən sonra, ikinci gün təlimdə iştirakçılardan biri dedi ki, baxın, mən bir nəfəri dünən sizin dediyiniz mövzu ilə bağlı intervyu etdim. İlkin gələndə onun haqqında fərqli düşünürdüm, sonda fərqli düşündüm. Və digər dedi ki, ilkin gələndə o adamda mənim haqqında fikirləşdim ki, yəni bu adam özgüvəni aşağıdadır və gördüm ki, doğrudan da aşağıdaymış. Yəni deməyim odur ki,
bədən dili ümumiyyətlə dünyada belə bir araşdırma və təsbit olunmuş bir belə deyək protokol var ki, əgər sözlə bədən dili ziddiyyət təşkil edərsə, bədən dilinə daha çox önəm verəcəksiniz. Çünki bədən dili yalan danışma ehtimalı azdır. Yəni bir insan bir söz deyirsə, amma bədəni bir şey danışırsa, daha çox bədən dilinə belə deyək də güvənəcəksiniz. Sözdən çox bədən dilinə. Bəli, tamamilə doğru. Yəni bu beynəlxalq qəbul olunmuş bir protokoldur. Yəni bu belə deyək də müzakirəsiz bir mövzudur. Çünki bədən dili demək olar ki, heç vaxt yalan danışmır. Yalan danışa bilər çox belə peşəkar bədən dili ekspertləri yalan danışmağa biraz bir şeylər çıxarda bilərlər ortaya, amma sıravi insanlar, yəni 98%, 99% insanlarda bədən dili heç vaxt yalan danışmır. Bəs bir sual da yarandı məndə Anar müəllim. Bədən dili ilə bağlı əgər təlimlər keçibsiz, dediniz ki, o anadan gəlmə deyil də təlimlərlə inkişaf etdirmək mümkündür də, düzdür. Bəs dəyişə bilmədiyimiz genetik olaraq qəlibləşmiş bədən dili, hərəkətləri, mimikasımı, jestimi varmı insanlarda ki, onu təlimlərlə də dəyişmək mümkün deyil? Bax, sizə bir sual verəcəm. Yəqin hamınızın qulaqlarında belə bir ifadələr olub da, filan kəsə deyirlər ki, bax, filan kəs atası kimi yeriyir, filan kəs babasının, nənəsinin yerişini yeriyir. Yolunu gedir. Tamamilə doğrudur. Baxın, onun yerişi atası kimidir, eyni babası kimidir. Belə bir qulağımızda həmişə belə bir ifadələr eşitmişik də. İndi də eşidirik bunu. Bu nə deməkdir? Bədən dili genetik ötürülə bilər. Amma hər zaman ötürülmür də. Yəni belə bir dünya yoxdur ki, hər zaman olur da, amma ötürülə bilər. Yəni biz həmişə özümüzdən sonra bir yaxşı bir miras buraxmalıyıq. Yəni bizim övladlarımız, övladlarımızın övladları, həmişə biz bu günləri şah qamətlə yeriyəriksə, həcmli olaraqsa, övladlarımıza da ötürülə bilər və intelligensiya deyilən bir şey var da və intelligensiya ötürülə biləcək və ötürüldükdə də biz gözəl bir miras buraxmış olacağıq. Amma sizin sualınıza belə bir cavab verim ki, mənim təcrübəmdə, bəlkə mənim təcrübəm belə deyək də 2 il yarım artıq demək olar ki, var. Dəyişməyən bədən dili görməmişəm. Dəyişməyən. Artıq belə daşlaşmış falan. Gec dəyişən ola bilər. Çünki bədən dili bir gündən 6 aya qədər dəyişə bilər. Yəni adam var ki, bir günə dəyişir, adam var ki, 2 aya, adam var ki, bir həftəyə dəyişir, adam var ki, 6 aya dəyişir. Amma mənim təcrübəmdə, yəni artıq yüzlərdən çox insanla təmaslı olmuşam. Həm Azərbaycan, həm Azərbaycandan kənarda. Dəyişilməyən hələ ki görməmişəm. Çünki maraqlı faktor budur ki, insanın beynində neyronlar var, aksonlar var, hansı ki neyronları birləşdirir və onların sinapları var, sonları, demək olar ki, neyronların sonları. İnsan bir şeyə öyrəşdikdə beyin onu sevməyə başlayır. Və beyin onu sevəndə artıq sən onu yaşayırsan. Çünki sənə xoş gəlir o artıq. Yəni beyin sənin o hərəkətini, o davranışını sevdiyinə görə və sən artıq demək olar ki, kənardan belə deyil, özünü daha çox sevdiyinə görə elə yaşamağa davam edirsən. Çünki bizi həyatda formalaşdıran 3 imicimiz var. Biz danışdığı bir imic formalaşdırırıq. Bizim qabitar imicimiz, bizim paltar imicimizdir və bizim bədən dili imicimizdir. Yəni bunların içində ən önəmli olanı bizim bədən dilimizdir. Çünki məşhur antropoloq var Ray Birdwhistell. Onun da ifadəsi var ki, yəni insanların 7% danışığı, 38% demək olar ki, səs tonu və qalan 55% isə demək olar ki, insanın bədən dilindən ibarətdir. Ona görə siz kiçik bilgi ilə bədən dilinizi düzgün tənzimləyərsinizsə, siz daha çox qəbul oluna bilərsiniz. Nəinki böyük bilginiz olar, amma özünüzü mövqeləməniz, özünüzün həcmsizliyiniz sizi lazımı istədiyiniz pilləkənin o belə deyək yuxarı hissəsinə çatdırmama şansı daha çoxdur. Çox razıyam bu sözlə. Niyə? Çünki mən xaricdə adətən ticarət mərkəzlərini gəzəndə bu yaxında belə bir təcrübə yaşadım. Apple mağazalarına girsəz, orada satıcıların davranışları fərqlidir. Yəni onlar siz məsələn bir su aldınız, onlar suyu gətirib sizin qarşınıza qoymurlar. Əvvəlcə sizin qarşınızda onu elə açırlar, elə xüsusi açırlar, sizə göstərirlər, çıxarmaqları belə, davranışları belə. Elədir ki, onlar hiss olunur ki, həmin qutuya, həmin mala çox belə sevgi ilə yanaşırlar və siz onu hiss edirsiniz. Sizcə o sevgini göstərmək üçündür, yoxsa başqa məqsəd var? Ola bilər ki, brenddən həmin o sevgini yaşayırlar, təmas eləyirlər və onu da həqiqətən göstərə bilirlər. Zehində qalsın deyə. Çünki adətən ortalama gördüyümüz 90% nədir? Bir malı alarsınız, onu sizin gətirib qoyarlar, paketləyərlər, çekinizi verərlər, gedərsiniz. Amma burada olan davranış, burada olan o münasibət məncə fərqlidir və həqiqətən böyük ehtimal ki, Anar müəllim dediyi kimi o dəyişilmiş bir şeydir. Həmin satıcılara o yönləndirilib, öyrədilib ki, onlar elə davranırlar.
Sizə əlavə edəcəm. Mən 3 il Azərbaycanda Apple-ın direktoru olduğuma görə Apple-la məni bağlayan çox maraqlı məqamlar var. Bu bir təsadüfdür. Hətta təsadüfdür, bəli. Siz Apple qutusunu belə açdıqda orada bir vakuum effekti görürsünüz. Fikir vermisiniz yəqin ki. Bəli. Açdıqda siz nə qədər güc tətbiq etsəzsə o açılmır. Tam tərsinə, nə qədər güc tətbiq edərsinizsə o daha çox gec açılar. Bu bir psixoloji bir amildir ki, sən o qutu məhsulu alsan belə, o qutuya içərisindəki məhsula bir gözlənti ilə gedib çatacaqsan. Yəni bu onun bir psixoloji tərəfidir. Yəni ümumiyyətlə Apple başqa bir dünyadır. O məhsulun bədən dilidir. Yəni onların ümumiyyətlə mağazalarında, onların mağazalarını flagship mağazalar deyirlər. Yəni belə core mağazalar gedirlər. Yəni bir çox Şanxayda, New Yorkda, Londonda və bir çox Dubayda, bir çox ölkə şəhərlərdə mono mağazalar var ki, yəni siz orada hətta onların təqdim olunduğu əşyaların masaları belə xüsusi Apple üçün yetişdirilmiş ağaclardan istehsal olunur. Yəni o belə sıravi ağaclardan istehsal olunmur. Yəni Apple-ın özü belə incə narinliyi var, onun bir özünə məxsusluğu var və siz oradakı əməkdaşlarına baxdı, onların məhsulu bir toxunuşları var, zərif toxunuşları. Yəni onlar məhsulu belə götürüb belə davranmırlar da məhsul kimi davranmırlar. Bəli, bir zinət əşyası kimi davranırlar insan. Və insanda siz bədən dilinizlə zinət əşyası kimi davrandıqda o kənardan bir brilliant parçası olaraq parıldayacaq və sizi hər zaman dəyərli edəcək inşallah. Maraqlı fikirdir əslində, amma gəlin baxaq burada sanki biz əgər xarici hədəf kütləsində brendin imicini formalaşdırırıqsa və brendə güvən yaradırıqsa, deməli daxili hədəf kütləsində də bu güvən çox vacibdir. Bu da məncə elə Anar müəllimdə Apple-a olan bir güvəndən irəli gəlir ki, belə həvəslə bu gün də onu danışır. Sizə sual verəcəm. Marketinqdə tək mollar üzərindən demirəm. Brendə güvən yaratmaq üçün menecerlərə, həmin brendi təqdim edənlərə hansı tövsiyələri verirsiniz, hansı növ onlara təlimlər keçirilir ki, məhz satış üçün yox, imici yüksəltmək üçün yox, güvən yaratmaq üçün hansı davranışları etməlidirlər? Əminəm ki, satış üzrə ekspertlər mənlə razılaşacaqlar. Bir brendi yaxşı təqdim etmək üçün, güvən yaratmaq üçün ilk öncə o brendə inanmaq lazımdır. Həqiqətən inanırıqsa, həqiqətən bu məhsula güvənimiz tamdırsa, o zaman onu tam istədiyimiz kimi çatdıra biləcəyik və o güvəni yarada biləcəyik. Azərbaycanda hal-hazırda bir neçə yerli brendlər var ki, o brendlərin nümayəndələri, brend səfirləri və yaxud da elə brendlərin özlərinin yaradıcıları o brendlərə o qədər inanırlar və onu o qədər gözəl təqdim edirlər. Mən həqiqətən baxanda çox qürur hissi keçirəm ki, bizdə yerli brendlər artıq başlayıblar bu cür davranmağa. Onlar öz brendlərini çox sevgi ilə, necə gündəlik həyatlarında ona necə qayğı ilə yanaşırlar, necə yaradırlar, istehsalat prosesindən, bağlanma prosesinə kimi bütün o prosesi o qədər gözəl göstərirlər və o qədər sevgi qatırlar. İnamla onu göstərirlər ki, hal-hazırda bizdə yerli brendlərə o sevgi yaranır insanlarda. Qlobal brendlərdə bu çoxdan var və uzun illərdir ki, bizim bazarımızda bunu tətbiq edirlər. Ona görə mən qlobal brendlərin bu təcrübələrini çox da demək istəmirəm. Əlbəttə ki, bu bilinən klassik bir şeydir. Amma yerli brendlərimiz artıq bu yolu getməyi və onu elə göstərməyi həqiqətən qürur vericidir və mən əminəm ki, bir neçə ilə biz yerli brendlərin o güvəni yaratmağını fərqli ssenarilərdə görəcəyik və hətta oturub onu müzakirə edəcəyik ki, görün necə fərqli güvən yarada bilir bizim brendlərimiz və əksəriyyəti də marketinqçilər deyil. Sadəcə o brendə olan sevgilərini ötürə bilirlər, bacarıqları. Biraz kommunikasiya, biraz Anar müəllim demiş, bədən dili və s. onu həqiqətən ötürə bilirlər və bu çox möhtəşəmdir. Əslində çox yaxşı məqama toxundunuz. Çünki biz marketinqdə brendin xarici hədəf kütləsində bir xüsusi imic yaratmasını, yəni müsbət imic yaratmasını marketinq əməkdaşlarından, ictimaiyyət əlaqələri üzrə çalışan əməkdaşlardan gözləyirik. Amma onu çox yaxşı vurguladınız ki, bu daxildə bir güvən olmalıdır və bütün əməkdaşlarda bu güvəni yaratmalıyıq ki, çünki onlar hər biri, necə deyirlər, uşaq ailənin güzgüsüdür deyirlər də, düzdür? Amma burada bir dənə haşiyə çıxmaq istəyirəm. Siz bir satış meneceri götürək, bir satış üzrə bir təmsilçi götürək də, satdığı məhsulda, tutaq ki, bir X bir məbləğdə satır, tutaq ki, bir 500 manatlıq bir məhsul satır. Sən həmin məqamda öz bədən dilinlə özünü cılız, özünü belə deyək də, gücsüz, güvənsiz formada göstərdikdə, zaten bu məhsul satılmayacaq. Yəni, bunu satıla bilər, bəlkə də adam sən satmayacaqsan, səndən prosta onu almış olacaqlar. Ona görə mütləq şəkildə satış təmsilçilərinin, satışda çalışan insanların
öz bədən dillərini tanımaları lazımdır. Çünki satışın 50%-dən bəlkə də 60%-i emosiyadır. Yəni sən emosiya satırsan. Yəni sənin emosiyanı alırlarsa, sənin məhsulunu, yəni fiziki olaraq səndən alacaqlar. Çünki demək birinci sən özünü satmalısan. Sən özünü satmadığın təqdirdə məsəl üçün bahalı məhsul, nə bilim, çox lazımlı demək, keyfiyyətli məhsul sat, elə o səndən onu almayacaq. Və yaxud sən çox bahalı məhsul satırsansa, amma cılız oturmusansa, yəni bunun satılma ehtimalı çox aşağı olacaq. Ona görə yəqin ki, insan resurslarının işə qəbul zamanı buna diqqət edirlər. Çox vacibdir. Amma mən belə görürəm ki, bütün əməkdaşların bədən dilinə ona görə riayət olmalıdır ki, ictimai əlaqələr həm də marketinqin bir hissəsidir. Biz müsbət image formalaşdırırıq cəmiyyətdə, amma detallı demək istəmirəm, amma son zamanlar ümumiyyətlə səhv etmirəmsə Covid dövründə də bəzi xəbərlər çıxdı, hər hansısa bir vəzifəli şəxsin bədən dili davranışından. Çox danışıldı. Bəli, çox danışıldı. Yəni demək ki, bu təkcə satış menecerlərinə, marketinq mütəxəssislərinə öyrədiləcək bir nüans deyil. Bu bütün əməkdaşlara öyrədilməlidir. Çünki aylarla, illərlə aparılan PR nəticəsində bir müsbət image formalaşdırırsan, amma bir əməkdaşın davranışına görə həmin imicə ciddi zərbə dəyir. Çox əla vurğuladınız, çox əla. Bunu biz də hətta evimizin içindən öz kiçik övladlarımızdan başlamaq lazımdır ki, yəni sən oturanda, duranda, əyləndə, qalxanda, əşyala təmasda, ümumiyyətlə bizim həyatımızın 90%-i biz əşyalara xidmət edib yaşayırıq. Yəni tam tərsinə olmalıdır əslində. Yəni əşyalar bizə xidmət etməlidir. Yəni biz bir çantamızla, bir xanımların bir çantası ilə davranmasına baxsaq və ya bir bəyin öz cibindən nəyisə çıxartdığına baxsaq görərik ki, tamamilə göz oxşamayan bir ab-hava formalaşır. Yəqin ki, sizin də bu dəqiqə gözünüzün qabağında formalaşdı həmin bir şəkillər. Ona görə biz belə bir həyat tərzində yaşamalıyıq ki, yəni əşyaların bizə xidmət etməsini təmin edək. Yəni və orada kənardan siz özünüzü hansısa bir məqamda baxdıqda özünüzün nə dərəcədə bir ekspert havasında olduğunu görmüş olacaqsınız. Bu əsla təkəbbür, yekəxanalıq deyil. Çünki bunu insanlar biraz hərdən qarışdıra bilərlər ki, bu təkəbbürdür. Elə bir şey yoxdur. Bu bir sadəcə intelligent bir belə deyək də, bir gentle belə deyə ingiliscə deyirlər. Ona bir yanaşma tərzidir və bu insana sadəcə olaraq bir kübarlıq qatır. Bəli, kənardan da hörmət formalaşdıqca insanın öz-özünə də hörməti artır. Bəli, sənə verilən çekin məbləği də artır. Özünə də güvəni formalaşır, inamı formalaşır və yəqin ki, inkişafında daha iri addımlar atmağa başlayır bir adam. Olmama şansı azdır, yəni mütləq şəkildə təsiri var. Anar müəllim, bir sual da verəcəm. Onlayn həyata keçiriləndə, ümumiyyətlə görüşlər də yenə Covid dövründən danışdıq bayaq. Daha çox görüşlər Zoom üzərindən keçirilirdi və digər proqramlar üzərindən keçirilirdi. Bu onlayn görüşlər bədən dilinə nə qədər təsir edir? Orada görünməyən nələr var? Necə edək ki, həm auditoriyanın diqqətini cəlb edək? Çünki bu deyək ki, görünməyən auditoriyadır. Çünki bilirsiniz, Zoomda auditoriya hamı ekranı açmır. Biz də auditoriyaya uyğun bəzən davranışlarımızı idarə edirik də ki, görürük ki, məsələn, diqqətlə qulaq asırlar, daha həvəsləndik və s. Amma burada Zoomla biraz fərqlidir. Bir stolda əyləşirik, ekranın qabağında dayanırıq. Bədən dilini burada necə idarə etmək lazımdır? Təəssüf ki, onlayn görüşlərdə bədən dilini çox idarə etmək mümkün deyil, çox təəssüf. Amma burada bir-iki istiqamət var ki, bu biraz insanlar bunu adətən qaçırdır və sanki düşünürlər ki, mən ekranın arxasındayımsa o tərəf məni görmür. Bu kameraya baxmamaq mövzusudur adətən. Çünki kamera açıqdır, sən payım ekrana davam edirsən, amma kameraya baxmırsan, monitoruna baxıb işləyirsən və yaxud bir əlavə bir ekstra bir işlərlə məşğul olursan, bu qarşı tərəfdə bir etibarsızlıqmı deyim, yəni bir qıcıq bir necə deyim də, bir sənə sanki mənimlə danışırsan, amma özün burada deyilsən, havası verirsən. Ona görə onlayn da təəssüf ki, bu çox da özünü biruzə vermir. Amma hər bir halda, hər bir istənilən bir halda qamətin düz oturulması bu çox vacib faktordur dostlar. Yəni çünki bu belə deyək də aksiomadır, bu dəyişmir. Harda oturmağından asılı olmur. Bəli, bu yəni golden rules-dur. Yəni bu dəyişmir demək olar ki, sənin qamətinin düz olması, həcmli oturmağın hər zaman sənin pulsuna işləyir. Yəni hər zaman istəyirsən onlaynda danış, istəyirsən fiziki face-to-face görüşlərində ol. Bu sənin həmişə belə deyim müsbətinə yazılır. Ona görə inşallah siz moderator olduqda da yəni çalışın, kameraya baxın, həcmli oturun, qamətinizi düz tutun və düşünürəm ki, çox belə zaten sizin pozitiv bir avranız var. O kameradan insanları sirayət etmiş olacaq. Bəs amma istər-istəməz səhnəyə çıxanda böyük bir auditoriyanın qabağına insana sanki bir güc gəlir.
yəni özünün çıxışının pafosuna deyim, sözləri o auditoriyaya ötürməyinə deyim, bunlara jestlərinə qədər adamın təsir edir. Yəni sən böyük bir auditoriyanın qabağında çıxış edirsən də, insanlar sənə baxır, hətta kimsə yerdən əlini qaldırır, sual verir. İnsan tamamilə fərqlənir. Onlayn görüşdə amma bunların heç biri olmadığı üçün insan bəzən düşünür ki, görəsən necə edim ki, bu çox effektiv olsun. Yəni amma fizikdə sizə bir maraqlı bir məqamı vurğulayım. Adətən iki cür olur. Yəni insanların demək olar ki, 90% çox həyəcanlanır və demək olar ki, adətən səhnədə özlərini itirirlər. Çünki kütlə qarşısına çıxır, bir həyəcan var, çatdıracaq. Onu necə idarə etməlidirlər ümumiyyətlə? Bu necə deyim, bu bir həm təcrübə ilə formalaşır, həmçinin bundan da bağlı bir məsələn bu yaxınlarda böyük bir şirkətin CEO-su müraciət etmişdi mənə ki, mənim bu yaxınlarda bir çıxışım olacaq. Həmin çıxışda mən bədən dilimi idarə etməliyəm. Yenə təkrarlayım, yəni ümumiyyətlə böyük sahibkarlarımızın, işgüzar insanların bu mövzuya maraqları məni həqiqətən də çox sevindirir. Çünki insanlarımız artıq o minddə yaşamaları, o təfəkkürdə yaşamaları mənim özüm də bir motivasiyadır. Çünki bu cavan bir sahədə Azərbaycanda, yəni 2 ildir mən bu mövzu ilə məşğulam. Amma dediyim kimi, adətən iki cür olur. Sən öz güvənli formada çıxış edə bilərsən, amma səhnədən düşdükdə özünə qayıtmış ola bilərsən. Həcmsiz, belə cılız havasına qatırırsan. Adamlar səhnədə bayaqdan bir Brad Pitt görürdülər. Düşəndən sonra görürlər ki, yox da bu Ağasəlim dayı nəsə o deyil də. Eyni insanı yaşayasınız. Eyni xarakter. Bəli, özünüz olasınız. Amma bunu səhnədən kənarda özünüzü treyn etdikdə, yəni təlim verdikdə özünüzə artıq səhnədə də onu yaşayacaqsınız və görəcəksiniz ki, siz artıq belə deyək də hər yerdə birsiniz. Yəni demək olar ki, burada mən fərqli, burada fərqli bir qarışdırır qarşı tərəfi. Təzadlı yəqin fikirlər formalaşır. Son zamanlar biraz dövr dəyişib. Artıq məsələn əvvəllər televiziyalar müsahibə alırdısa rəhbərlərdən, indi həm onlayn kanallar, həm onlayn platformalar və informasiya artıq daha çox yazılı və vizual şəkildə ötürülmür ictimaiyyətə. Video şəklində daha çox ötürülür, podkastlar yayılıb. Ona görə hər kəs artıq bədən dilinə riayət etməli, kamera qarşısında çıxış etməyi öyrənməlidir. Yeri gəlmişkən Şərifə xanım, yəqin ki, marketinq sahəsində olaraq bu podkastları çox izləyirsiniz. Belə videolarda, bu cür podkastlarda nəyə üstünlük verirsiniz və ya sizi narahat edən nədir? Adətən podkastlarda insanların danışıq dilinə çox önəm veririk. Çünki nə qədər onlar mövzu ilə bağlıdırlarsa və qarşındakı insanı vacib məsələlərdə danışdıra bilirlərsə, bu həqiqətən vacibdir ki, o podkast alınır. O mövzu, müzakirə alınır. Necə ki, məsələn, biz dostlarımızla otururuq, eyni fikirdə olan dostlarımızla bizim münasibətimiz, söhbətimiz alınır, amma fərqli bir insanla sadəcə o müzakirəni yola veririk, belə deyək. Amma burada isə əgər mövzu alınırsa, həqiqətən o podkast alınır. Amma tam razıyam ki, bəzən insanların bədən dili bizi uzaqlaşdırır. Məsələn, bir çox YouTube podkastları var, xüsusən də Amerikada və s. Siz onlara baxdıqca mövzudan insanların orada oturuşu, özlərini aparmağı və s. aparıcının və ya qonağın sizi başqa bir yerə aparır, başqa bir şey düşünürsünüz və mövzudan uzaqlaşırsınız. Ona görə tam əminəm ki və tam razıyam ki, podkastçılar buna fikir verməlidirlər ki, bədən dili, oturuşları və s. uyğun gəlməlidir ki, insanlar biz ona distract deyirik də, ayrılmasınlar, mövzudan ayrılmasınlar və fikirləri tam o podkastdan yönlənsin. Tamamilə razıyam, bəli, belə olmalıdır. Təşəkkür edirəm. Bugün çox maraqlı nüanslara toxunduq və bildik ki, bədən dili həm marketinqdə, həm liderlikdə, həm də brendin insanla emosional bağında çox mühüm rol oynayır. İnkişafda qalın, gələn görüşlərə dək.